Axşamınız xeyir olsun. Deməli, mənə sual verirsiniz. Bugün yaranan virusu aradan qaldırmaq üçün nə edirsiniz? Siz bu viruslara tutulmursunuzmu? Biz də insanıq, əlbəttə ki, tutuluruq. Bəs sual verirsiniz, allergiyası olan uşaq elə öskürəndə elə bil ki, bronxdan öskürür. Bax, mən sizə çox gözəl bir məhsul göstərim. Öncə onu deyim ki, əgər hansısa bir insanın zobu varsa, bilin ki, o insanın qanında iltihab var. Bu bir mənalıdır. Onun övladının qanında isə iltihab 2 qatdır. Bax, bu da bir mənalıdır. Ondan sonra zobu olan ananın övladında allergiya olur. Əgər onun qarşısını almasanız gələcəkdə asmaya çevrilə bilər, revmatizması olur. Yəni bu iltihabdan dolayı bir şeylərdir. Ona görə analar diqqətli olun. Bax, deyirsiniz ki, allergiyası olan uşaq öskürəndə elə bir bronxun səsi gəlir. Nə ediriksə aradan qalxmır. Bax, mən sizə çox gözəl belə göstərim, görün. Bax, belə göstərim, görün. Görürsünüz rəngini. Bu qara çörək otu yağıdır. Amma hansı qara çörək otu? Həbəş qara çörək otunun yağıdır. İnanın ki, bugün Azərbaycanda saxta məhsullar da çoxdur, orijinal məhsullar azdır. Ona görə ayıq olun, diqqətli olun. Bax, mən həbəş qara çörək otu yağını almışam. Görün, almışam, başından 3 gün vermişəm qızıma. İnanın ki, indiki uşaqlar özünüz bilirsiniz ki, sözə qulaq asan olmurlar da. Bir ay idi öskürürdü, mən bilmirdim ona nə edim. Hər şey etdim. Gül xətmi, biyan kökü, hər şey təsəvvürünüzə gətirin. İt burnunun bəhməzi, daha əlimə gəlməyən mor rəngində gül xətmi, türklərin ən sevdiyi gül xətmidir bu ki, öskürəyi aradan qaldırmağına köməkdir. Nə etdim aradan qalxmadı. Amma deməli mən bunu hardan almışam? Neftçilərdə, baxın burada yazılıb, özləri sıxırlar. Bundan ehtiyatlı olun ha. Bax, çox adam deyir ki, özümüz sıxırıq. Amma ən keyfiyyətli məhsul, deməli, neftçilərdən almışam. Mağazanın adı Əl Dərdə Dəva. Əl Dərdə Dəva mağazası, Həbəş qara çörək, Həbəş qara zirə yağı. Həbəş qara zirə yağı təxminən bu qədər 250 milli olur. 250 milli. Baxın, görürsünüz rəngini də. Diqqətli olun, ehtiyatlı olun. Əgər mənim dediyim problem öskürək, quru öskürək, bəlğəmli öskürək və yaxud da allergik öskürək sizin də övladınızda varsa, düzdür, dadı çox acıdır. Mənim də qızım zordan içdi. Amma baxın, aldığımdan bu qədər istifadə etmişəm. 3 gün vermişəm. Bütün, necə deyərlər, öskürəkdən əsər əlamət qalmadı. İstəyirsiniz səhər-səhər verin ac qarnına. İstəyirsiniz axşam verin. Mən düzdür, səhər-səhər vermişəm. Amma baxın da, üstündən uşaq su içə bilər və yaxud da ağzına limon qoya bilər, acıdır. Amma mən bunu özüm başqa bir üsulla içirəm, onu da sizə göstərərəm. Hələlik bunu deyim ki, fikriniz qarışmasın. Yəni bunu için, baxın, 3 günə bütün öskürək, bronx problemini aradan qaldırır. Görün necə gözəl məhsuldur. Buyurun, istifadə edin, inşallah şəfa olsun sizə də. Xahiş edirəm, kim istifadə edibsə şərh yerində yazsın.